Yazırlar ki, bəlkə özünü sevirdin, ona görə özündə dəyişikliklər eləməyə çalışırsan, olduğun kimi sevirdin özünü. O zaman yaşadığınız evi heç bir zaman təmizləməyin. Yaşadığınız evdə hər bayram yeni rənglərlə boyamayın. Yaşadığınız evə yeni əşyalar almayın. Çünki siz o evinizi sevirsiniz də. Axı insan öz evini sevir, olduğu kimi qalmalıdır. Çürüməlidir əşyalar, baxmamalıdır, təmizləməməlidir. Hər insan öz yaşadığı, daha doğrusu özünün olduğunu hiss etdiyi evi, heç bir zaman başqasının evinə gedib, başqa qonaq gedib, orada dəyişiklik etməzsən. Ancaq içərisində özümüzü xoşbəxt hiss etdiyimiz evimizi təmizləyirik, hər bayramlarda boyuyuruq, yeni rənglərə, hər dəfə fərqli rənglər də ola bilir, yeni əşyalar alırıq, yeni dəyişikliklər eləyirik, yeni, nə bilim, qab-qacaq seti alırıq. Çünki biz o evdə özümüzü yaxşı hiss etmək üçün bunu eləyirik. Və bu evi sevdiyimiz üçün edirik. İnsan bədəni də belədir. Əgər sən öz bədənini, öz ruhunu sevirsənsə, təbii ki də orada yeniliklər eləməlisən. Ömür boyu eyni qala bilməzsən. Bu cahil zihniyyəti, bəzilərində olan cahil zihniyyəti elə düşünür ki, əgər özünü sevirsənsə, eyni qalmalısan. Xeyr. Əgər mən özümü sevirəmsə, olduğum kimi qəbul edirəmsə, demək ki, özümdə daha yeniliklər etmək istəyirəm. Özümün daha yaxşı versiyonunu yaratmaq istəyirəm. Olması gərəkən də budur. Öz evi olduğunu düşünən insan evində dəyişikliklər edir, yaxşı dəyişikliklər edir. Amma öz evi olmadığını düşünən insan, özünü rahat hiss etmədiyi, yəni bu mənim evim deyil deyən insan heç bir zaman o evdə nə təmizlik eləyər, nə dəyişiklik eləyər, nə bir əşya alıb gətirər. Çünki orası onun deyil, orası ona aid deyil. İnsan bədəni də belədir. Mən öz bədənimi, öz ruhumu sevdiyim üçün özümdə gözəl dəyişikliklər edirəm. Çünki özümün daha üst versiyonunu yaratmağa çalışıram və buna da nail oluram. Ona görə bəziləriniz paxıllıqdan partlayırsınız. Kaş ki paxıllıq yerinə özünüzdə gözəl dəyişikliklər edəsiniz yaxşıya doğru. O cahil özgüvəninizlə özündə gözəlliklər yaratmağa çalışan insanları yollarından çevirməyin. Bədənimiz də bizim evimizdir. Ruhumuz onun içində yaşayır. Ona görə ona da gözəl baxmağa məcburuq. Gec deyil, 35 yaşındayım, amma yenə də indi artıq öz dəyərimi bilirəm və özümə daha çox zaman ayırıram. Və bundan da çox xoşbəxtəm. Kaş ki sizlər də elə mənim kimi o xoşbəxtliyi dadasınız. Hamınıza gözəlliklər diləyirəm. Şiirlərimlə birlikdə sevirəm sizi. Öpürəm.